Tale prosesləri bu bürclərin həyatında ədaləti bərpa edəcək kimlərdir? Tale axını ədalətin gec də olsa yerini tapması yaxın günlərdə daha çox 3 bürcün həyatında hiss olunacaq. Karmik proseslər həyatını dəyişəcək bürclər bunlardır. Uzun müddət əziyyət çəkən, haqqı yolda qalan, səssiz dayanıb gözləyənlər üçün dönüm nöqtəsi gəlir. Ədalətin bərpa olunduğu bürclər. Tərəzi. Uzun müddətdir haqqı tapdalanan, səssiz qalan tərəzilər üçün tarazlıq bərpa olunur. İnsan münasibətlərində və iş və şəxsi həyatda kimin kim olduğu aydın görünəcək. Haqsızlıq edənlər geri çəkilir, tərəzi haqqını alır. Oğlaq. Səbirlə irəliləyən oğlaqların əziyyəti artıq boşa getməyəcək. Tale onların xeyrinə işləməyə başlayacaq. Uğurlar ardıcıl gələcək. Daha əvvəl qarşılarına çıxan ədalətsizliklər çözüləcək. Əqrəb. Əqrəblərin həyatında gizli olan ədalətsizliklər üzə çıxır. Kim onlara qarşı haqsız olubsa, maskalar düşəcək. Tale güclü şəkildə əqrəbin tərəfinə keçir və itirdiyi balans bərpa olunur.